Növbəti çevrə sualına baxaq. Deyir ki, radiusu R-ə bərabər olan çevrəyə çəkilmiş toxunanlar arasındakı bucaq 60 dərəcədir. Toxunanların kəsişmə nöqtəsindən çevrəyə qədər ən qısa məsafəni istəyir. Baxın, bu şəkil tam bu verilənləri əks etdirir. Elə onun üzərində işləyə bilərik. Bunları da birləşdirsək tamamlanır. Baxın, bir ki, bura perpendikulyardır, düzdür. Və deyir ki, buradakı bucaq 60'dır. Baxın, bu n bucağı elə bil 60 dərəcədir. Burada təm bölən funksiyası var deyə. Burada 30 olur, burada 30 olur. Və bu kəsişmə nöqtəsindən, yəni n-dən ən qısa məsafə çevrəyə qədər olan, baxın, bu hissədə nk-dır. Bizdən 10 tapmağı tələb eləyir. Baxın, bura radiusdur. Bura radiusdursa, radiuslar bərabər. Burada r-dir, burada r-dir, burada 90 dərəcədir. İndi baxın, bura r-dirsə, 90'ın qabağı, baxın, 30'un qabağını bizə nə veribdir? R veribdir. İndi 90'ın qabağı nə olmalıdır? 2r olmalıdır. İndi baxın, 90'ın qabağı 2r-dirsə, deməli n-o məsafəsi 2r-dir, düzdür? Bizdən də nk-nı soruşur. Nk da bərabərdir n-onun yarısına, düzdürmü? 2r-in də yarısı nəyə bərabərdir? R-ə bərabərdir. Deməli, baxın, bu hissədə r-dir. Bizdən də elə o hissəni soruşurdu. Nk məsafəsini soruşurdu. Nk məsafəsini də zaten r olaraq tapmış oluruq.